Salam, xoş gördük. Yenidən sizin də həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Ağrı nədir? Əzab nədir? Ağrı xüsusi bir müdafiə mexanizmidir, istər psixoloji və yaxud da fiziki, hansı ki insana siqnal vermək istəyir ki, orqanizmdə nələrsə yolunda getmir, ya nələrsə dəyişdirilməlidir, ya müalicə olunmalıdır, ya müqavimət göstərilməlidir, ya da ondan qaçılmalıdır. Lakin əzab isə insanın özünün rızası ilə, özünün razılığı ilə iştirak etdiyi qəddar bir oyundur. Yəni sadomazoxistik bir oyundur. Məsələ burasındadır ki, bunu insan şuurlu şəkildə də edə bilər və yaxud da bu iştirakın özü insanın özündən də asılı olmadan şuuraltı arzularla edilə bilər, hansı ki insan heç bunun fərqində deyil. Təbii ki, sonda onu qeyd eləmək istəyirəm ki, biz burada kriminalı əsas götürmürük, hansı ki o şeydə cinayət tərkibi var, hansı ki insana ağır fiziki işgəncələr edilir, hansısa məqsədlər üçün. Yəni, onu nəzərdə tutmuram. Diqqətinizə görə minnətdaram. Sağ olun.